2007-ci il təvəllüdlü İlgün İbrahimovun Gəncə şəhərində vəfat etməsi ilə bağlı istintaq davam edir. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Açıqlamada qeyd olunur ki, mayın 13-də Gəncə şəhərində yerləşən xəstəxanada İlgün İbrahimovun ölüm faktı ilə əlaqədar şəhər prokurorluğunda cinayət işi başlanıb və araşdırmalar intensiv şəkildə davam etdirilir. İstintaq çərçivəsində müxtəlif ehtimallar, o cümlədən mərhumun intihar etməsi, ehtiyatsızlıq nəticəsində yıxılması və ya kənar şəxslər tərəfindən zorakılığa məruz qalması kimi versiyalar araşdırılıb. Toplanmış sübutlar, o cümlədən şahidi ifadələri, hadisə yerinə və müşahidə kameralarına baxış, meyidin tibbi ekspertizası, telefon məlumatları və digər ekspertiza rəyləri nəticəsində müəyyən edilib ki, İlgün İbrahimovun ölümünə üçüncü şəxslərin müdaxiləsi olmayıb. Araşdırmalar göstərib ki, İlgün mayın 12-sində hazırlıq kursunu bitirdikdən sonra mobil telefonunu sataraq borclarını qaytarıb. Sonra Gəncədə yerləşən Naxış çay evində tanışları ilə görüşüb və birlikdə spirtli içki qəbul ediblər. Təxminən saat 19:40 radələrində həmin məkanı tərk edib və Abbas Səhət adına bir saylı şəhər xəstəxanasının qarşısında tanışlarından ayrılıb. O zaman onun üzərində hər hansı xəsarət izləri olmayıb. Saat 20:17-də İlgün marketdən 2 qutu siqaret alaraq əvvəllər də tez-tez getdiyi istifadəsiz vəziyyətdə olan Texnologiya Universitetinin yataqxanasına tək başına gedib. 5-ci mərtəbədəki məhəccərsiz eyvana çıxaraq siqaret çəkib və ehtimal ki, oradan ehtiyatsızlıqla yıxılıb. O ağır xəsarətlər almış vəziyyətdə saat 22:52-də orada olan gözətçi tərəfindən aşkarlanıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Təəssüf ki, mayın 13-də aldığı xəsarətlər nəticəsində xəstəxanada vəfat edib. Rəsmi məlumatda bir daha vurğulanır ki, İlgün İbrahimovun ölümündə zorakılıq və ya kənar şəxslərin müdaxiləsinə dair hər hansı sübut aşkarlanmayıb. Onun ölümü yüksəkdən yıxılma nəticəsində baş verib. Rəsmi qurumlar istintaq davam etdiyi müddətdə cəmiyyətin və medianın məsuliyyətli və diqqətli davranmasının vacibliyini qeyd edib. Bildirilib ki, yalnız dövlət qurumlarının təsdiqlədiyi rəsmi məlumatlara əsaslanmaq lazımdır. Sosial şəbəkə istifadəçiləri və ictimai fəallardan isə bu həssas məsələdə diqqətli olmaları, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək əsassız məlumatların yayılmaması xahiş edilib.